yağları axıb, keratini axıb saçın. Yəni quruluq var, nəm balansı pozulub. Bunu qəşəng qidalandırıb nəmləndirmək lazımdır saçı. İndi keratində də biraz bilinmir. Suya salınanda bu rezinkalığı falan yoxlamalıyam ki, mən görüm necədir. İndi siz bir dənə yuyacaq, diaqnostikada olsa, hər nədə olsa saçı suya salmalıyam ki, mən saçı tanıyım. Belə halda saçı tanımaq çox çətindir. Özünü göstərir. Burada məsələn yumşaqlıq var. Belə baxarsan ki, hər şey qaydasındadır, amma suya salanda tam əksi çıxır. Ona görə indi bir dənə qəşəng yuduzduracağam saçınızı. Bəli, tamamən. Daha dərin təmizləyici ilə yuduzduracağam. Düşünün ki, pilim verəcəm saçınızı. Saç diblərinizi falan hamısını hər şeydən arındıracağam. Saçın da kutiklasını açıb baxacağam. Saç necədir? Ondan sonra biləcəm nə eləmək lazımdır. Nəyi necə eləməliyik və hansı dövrdən sonra bu saçdan nələrə gələcəyik. Əvvəlcə saçın istədiklərini saça veririk. Sonra sizin istədiklərinizi ki, siz saçınızın necə olmağını istəyirsiniz. Siz də yəqin ki, sadəcə indiki bu quru vəziyyətdəki halını hər zaman belə olmağını istəyirsiniz. Bundan da biraz daha yaxşı. Okey, все.